Bu ilin noyabrında bir neçə jurnalist və ictimai fəal baş prokurorluğa çağırılıb. Onların arasında Sevinç Osmanqızı, Abid Qafarov və Altay Göyüşov kimi tanınmış şəxslər də var. Həmin şəxslər Cinayət Məcəlləsinin 281-ci maddəsi dövlət əleyhinə açıq çağırışlar ittihamı ilə qəbul məsuliyyətə cəlb olunublar. Cinayət Məcəlləsinin 281-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışları cinayət sayır. Çağırış dedikdə insanları bu əməllərə cəlb etməyə yönəlmiş açıq və fəal təsir başa düşülür. Təqsirləndirilən şəxslərin fəaliyyəti əsasən YouTube üzərindən siyasi və ictimai məsələlərin müzakirəsindən ibarətdir. Məsələn, Ərəstun Oruclu haqsızlığa qarşı ictimai reaksiya göstərilməsini tövsiyə edir, lakin zorakılığa çağırış etmir. Sevinç Osmanqızı xaricdə baş verən hadisələri şərh edir və dövlət qurumlarının fəaliyyətini tənqid edir. Abid Qafarov tərtər hadisələri ilə bağlı tənqidi çıxışlar edir və dövlət orqanlarının addımlarını sual altına alır. Bu çıxışlarda nə zor tətbiqinə çağırış, nə də insanları belə əməllərə yönəldən təlimatlar görünür. Məhkəmələr bəzən açıq çağırışları sübut etmək üçün mötəbər dəlillər yox, natamam ekspertiza rəyləri və subyektiv ifadələrdən istifadə edir. Bu praktika Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsində tələb olunan sübutların mötəbərliyi və kifayətliliyi prinsiplərinə uyğun gəlmir. Tribunatın gəldiyi nəticəyə görə belə ittihamların tətbiqi ifadə azadlığını əsassız məhdudlaşdırır və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə zidd sayılır.